Einstein'i hamı tanıyır. Bəs Christopher Langan'ı tanıyırsınız? Christopher Langan'ın IQ-su 195'dir. Bu, Einstein'dən 30% daha yüksəkdir. O, bəlkə də yer üzündə yaşayan ən ağıllı insandır. 6 aylıq olanda danışmağa başlayıb. Müəllimlərini yoxlayıb səhvlərini tapırdı. Xarici dilləri kitabdan baxaraq 2 günə öyrənirdi. Sizcə bu dahi indi hardadır? NASA'da? Harvardda? Xeyr, o barlarda mühafizəçi işləyir və fermada atlara baxır. İndi gəlin başqa bir dahiyə baxaq. Atom bombasının atası Robert Oppenheimer'ə. Oppenheimer də dahi idi, amma Langan qədər yox. Lakin biri dünyanı dəyişdi, digəri isə unuduldu. Niyə? Cavab bir hadisədə gizlənib. Oppenheimer Cambridge'də oxuyarkən müəlliminə nifrət edirdi və onun masasına zəhərli alma qoymuşdu. Bu cinayətə təşəbbüs idi. O qovulmalı, həbs olunmalı idi. Amma Oppenheimer'in gizli silahı var idi. O, danışıq qabiliyyəti ilə rəhbərliyi elə inandırdı ki, cəza almadı. Əksinə, sadəcə psixoloqa göndərildi. Bəs dünyanın ən ağıllı insanı Langan, universitetdə oxuyanda anası maliyyə sənədini gecikdirmişdi. Langan məmurlara dərdini izah edə bilmədi. Dalaşdı, küstü və universiteti yarımçıq atdı. Oppenheimer adam öldürməyə cəhd etdi, bağışlandı. Langan bir kağızı gecikdirdi, gələcəyi məhv oldu. Bu, praktik zəka adlanır. Kimə nəyi neçə deməyi bilmək. Bu, IQ testlərində ölçülmür. Oppenheimer zəngin ailədə böyümüşdü. Ona uşaqlıqdan haqqını tələb etməyi öyrətmişdilər. Langanı isə kasıb və şiddət dolu ailədə böyümüşdü. O, hakimiyyət qarşısında susmağı və ya üsyan etməməyi öyrənmişdi. Biz elə bilirik ki, istedad tək başına yol açır. Xeyr, istedad mühərrikdir. Sosial bacarıq isə sükandır. Sükansız mühərrik sadəcə səs-küy salır, Langan kimi. Oppenheimer Manhattan layihəsinə rəhbərlik edənkən fizika biliyindən çox generalları və alimləri idarə etmək bacarığını işlətdi. Dünyanın ən ağıllı insanı olmaq yetərli deyil. Dünyaya özünü satmalı bilməlisən. Langan bugün də kainatın modeli üzərində işləyir, amma bunu heç kim oxumur. Bu faciədir, çünki cəmiyyət olaraq biz onun zəkasından istifadə edə bilmədik. Əgər övladınız varsa, ona təkcə riyaziyyat öyrətməyin, ona insanlarla danışmağı öyrədin. Çünki həyat IQ testi deyil, həyat bir sosial engineerlik oyunudur. Sizin praktik zəkanız neçədir? Bəlkə də əskik olan parça budur. Gizli həqiqətləri öyrənmək üçün Mühakimə kanalına abunə olun.